Birinci nəyi diqqətdə saxlamalıyıq? Allahın hüzurunda olduğunuzu zehninizdə olsun. Mən Allahın hüzurundayım. Allah mənə görür. Mən bu qədər. Gün ərzində birinci dəfə gətirim o zehnimizə. Hədisdə var, bacarırsan elə yaşa ki, ən tə'budallah kəənnəkə tərah. Sanki onu görürsən. Sanki onu görürsən. Qəlbinin gözü ilə. Elə ibadət elə ki, sanki onu görürsən. Ariflər adətən belə yaşayır. Onlar çalışırlar ki, özlərini Allahın hüzurunda görsünlər. İşte bir də onu bacarmadım. Görə bilmirəm onu. Deyir, elə ibadət elə ki, və bunu bil ki, o səni görür. Necə olsa bunu bil. Birinci mərhələ